Biləndə ki, ölkədə dövlət çevrilişi var, bəyanat verəcək. O Gəncədə axı bir nəfər bilirsiniz, uşaq hündür binadan öldü. Dərhal DTX da qoşuldu, bəyanat verdilər. Çox maraqlıdır. Tapşırıq verilmiş də Qurban bəy. Bu elə o Tərtər məsələsinə bir əyani sübutdur. Çünki Gəncədə həmin uşağı öldürən Bəylər Əyyubovun qohumları idi. O uşağı vurub öldürdülər. Və tapşırıq verildi ki, durun bu bəyanat verin. Yoxsa Dövlət Təhlükəsizlik Komitəsinin xidmətinin nə ölümü cinayət işində. Bunu DTX özünə necə yaraşdırdı? Mən ümumiyyətlə anlamıram bunu. Bu da göstərir ki, bunu da deyim icazənizlə unutmamış. Bu onu göstərir ki, elə 17-ci ildəki həmin o 7 may bəyanatını da 18-ci ildə, 17-ci ildə elə tapşırıqla veriblər də. Yoxsa öz başlarına 4 qurum yığılıb vermədi ki o bəyanat. Görürsünüz? Dövlət orqanında bir araya gətirə biləcək yeganə vəzifəli şəxs əziz vətənlər, birinci başda gəlir prezident İlham Əliyev, ikincisi kim? Ramiz Mehdiyev, üçüncüsü də Fuad Raskarov. Bu üç adam, üçü Tərtər işində o 4 dövlət orqanının bir yerdə bəyanat verilməsinin səbəbkarlarıdır, təşkilatçıları. İndi Mehdiyevin çevrilişindən bağlı dediyim kimi bəyanat yoxdur. Ona görə ki, yəqin hələ qəzetləri oxumurlar. Ya da oxuya bilmirlər, savadları yox. Oxuya xəbərlər olan kimi bəyanat verəcəklər.